Bu dərsimizdə sizinlə cədvəlin xüsusiyyətləri haqqında danışacağıq. Ümumiyyətlə, cədvəlin dəyişə biləcəyimiz bütün parametrləri Table Properties, yəni cədvəlin xüsusiyyətləri dialoq pəncərəsində sazlanır. Hansı ki, Layout bölməsində Cell Size qrupunda yerləşən bu düyməyə basmaqla ya da elə həmin bölmədəki Table qrupunda Properties düyməsinə basmaqla aça bilərik. Bu dialoq pəncərədəki ilk bölmə Table bölməsidir. Gəlin buradakı parametrlərə nəzər salaq. Preferred Width. Bu seçimi işarələməklə cədvəlin soldan sağa uzunluğunu müəyyən edə bilərik. Buradan açılan siyahıdan ölçü vahidini seçmək olar. Seçimi etdikdən sonra ölçünü müəyyən edə bilərsiniz. Deyək, cədvəlimizin uzunluğunu 15 cm etmək istəyirik. Ölçünü müəyyən etdikdən sonra OK düyməsinə basmaqla cədvəlin uzunluğunu dəyişə bilərik. Alignment. Buradan isə cədvəlin mövqeyini müəyyən edirik. Bildiyiniz kimi, cədvəl standart olaraq sol tərəfə sıxılmış vəziyyətdə olur. Əgər ortada və yaxud da sağa sıxılmış vəziyyətdə olmasını istəyirsinizsə, buradan seçim edə bilərsiniz. Text Wrapping standart non seçili olur. Bu isə onu göstərir ki, cədvəlimizi yazacağımız yazılar əhatə edə bilməz. Əgər yazıların cədvəli əhatə etməyini istəyirsinizsə, Around seçimi edib OK düyməsinə basa bilərsiniz. Row. Buradan isə cədvəlin sətirlərinin parametrlərini dəyişə bilərsiniz. Hal-hazırda 6-cı sətrimiz seçilidir. Yəni buradan onu görmək olar. Seçili deyəndə, yəni kursorun məhz həmin sətirdə olduğunu bizə göstərir. Həmin sətrin hündürlüyünü müəyyən etmək istəyirsinizsə, bu seçimi edib konkret ölçü verə bilərsiniz. Ölçünü müəyyən edirik. Olsun deyək 1 cm. Ölçünü müəyyən etdikdən sonra OK düyməsinə basaraq ölçünü tətbiq edə bilərik. Amma diqqət edin, burada Next Row və Repeat Row düymələri də vardır ki, bizə hal-hazırda cari seçili olan sətirdən əvvəl və sonraki sətrə keçid etməyə imkan yaradır. Axırıncı sətirdə olduğumuza görə Next Row düyməsini deyil, Previous Row düyməsinə basaraq cari seçili sətirdən əvvəl gələn sətrə keçid edirik və keçid etməklə isə müəyyən etdiyimiz parametr də tətbiq olunur. Bu qayda ilə həmin sətirlərə də dialoq pəncərəni tərk etmədən müəyyən parametrlər tətbiq edə bilərik. Sətrin parametrlərini row bölməsində dəyişdiyimiz kimi sütun parametrlərini də buradan dəyişirik. Preferred Width, yəni sütunun eni deməkdir. Hal-hazırda bu 5-ci sətrin bütün sütunları seçili vəziyyətdədir. Yəni buradan müəyyən edə bilərik. Gördüyünüz kimi column 1 defis 5, yəni birinci sütundan 5-ci sütuna qədər bütün sütunların seçili olduğunu bizə göstərir. Konkret ölçünü buradan müəyyən edə bilərik. Deyək 2 cm olsun. Next Column düyməsinə basaraq növbəsi sütunlara da keçmək olar. Bütün sütunlar seçili olduğuna görə, yəni hal-hazırda bizdə Previous Column və Next Column seçimi bir o qədər də əhəmiyyət daşımadı. Amma hal-hazırda gördüyünüz kimi Column 1, yəni birinci sütun seçilidir. Next Column düyməsinə basaraq bu qayda ilə sütunlara dialoq pəncərəni tərk etmədən keçid etmək olar. Və keçid etdikdən sonra isə istədiyiniz parametri buradan müəyyən edib OK düyməsinə basaraq tətbiq edə bilərsiniz. Eləcə də ayrılıqda cells, yəni xanaların parametrlərini müəyyən edə bilərsiniz. Preferred Width, yəni konkret seçili olan xananın enini müəyyən etmək olar. Deyək 4 və yaxud da 3 cm olaraq müəyyən edib OK düyməsinə basa bilərik.
İndi isə Cells bölməsində olan Options düyməsinə basaraq digər parametrləri də nəzər salaq. Bu dialoq pəncərədə seçilmiş xananın və yaxud da cədvəlin bütün xanalarının, əgər öncədən bütün cədvəli seçmişiksə, xanadakı yazı ilə xananın sərhədləri arasındakı məsafəni müəyyən etmək üçün istifadə olunur. Diqqətlə baxın, standart olaraq hər zaman soldan və sağdan hardasa 2 mm-ə yaxın olan məsafə müəyyən olunmuşdur. Yazı tam olaraq xəttin yanından deyil, 2 mm ara məsafədən sonra yerləşəcəyini bizə göstərir. Və standart olaraq yuxarıdan və aşağıdan 0 sm ölçüsü müəyyən olunmuşdur və yazı tam olaraq xətlərə toxunur demək olar ki. Əgər siz bu parametrləri dəyişmək istəsəz, bu qayda ilə işarəni buradan götürərək, çünki bu işarəni buradan götürməsək, bu bizə müəyyən olmuş parametrlərin cədvəlin bütün xanalarına tətbiq olunduğunu göstərir. Amma əgər bunu götürəriksə, ayrılıqda seçilmiş xana üçün konkret parametrlər müəyyən edə bilərik.